Deməli, güvən test toplusu elektronik dissosiasiya səhifə 194 16. Verilmiş duzlardan molekülər qatlığı eyni olan məhlullar qatlığı eynidirsə, yəni hansı duzun məhlulda elektrik keçiciliyi daha yüksək olar? Burada ionların sayına baxacaq. Yəni, hansında ionların sayı daha çoxdursa, elektrik keçiciliyi daha çoxdur. Aydındır mı? Molekülər qatlığı eynidir. Yəni, deyək ki, molları eynidirsə, məsələn, A variantında alüminium klorid. Məsələn, alüminium kloriddə 1 molda neçə mol ion olar? 4 mol. Və dissosiasiya dərəcəsi 100%dir. Yəni, tam dissosiasiyadır. 1 mola 4 mol ion. B. Dəmir 2 sulfat. Burada nə qədərdir? Dəmir və SO4. 1 mola neçədir? 2 mol ion. C. Dəmir 3 klorid. Burada nə qədər ion olacaq? 4 mol ion. 1 mola 4 mol ion. D. Natrium karbonat. Burada nə qədərdir? Bir mola nə qədər olur? 3 mol ion. Y. Alüminium sulfat. Burada nə qədərdir? 5 mol. 1 mola 5 mol ion. Deməli, hansı olacaqdır? Hansının ionları sayı? Y var yəni. 40. Deməli, 250 metr dəmir isklorid məhlulunda cəmi 0,2 mol ion var. Dəmir iskloridin molekülər qatlığı. Məhlulun həcmi 250 mililitrdir. Bu da 0,25 litrdir. İndi dəmir 3 kloridi dissosiasiyadır. Əvvəlcə tapırıq ki, dəmir 3 klorid nə qədərdir? Neçə moldur? Deməli, 1 molu dissosiasiya edəndə, təbii ki, dissosiasiya dərəcəsi 100%. Tam dissosiasiya deyil. 4 mol ion vardır. İndi burada 0,2 mol ion deyirsə, onda bu nə qədər, bunun molu nə qədərdir deyirik? Nə qədərdir? 0,5. Və dəmir 3 kloridin qatlığı nə qədər olacaq? 0,5 bölüsü nəyə? 0,25 litr. O da 0,2. Bəli. B bəndi. 41-ci sual. Birinci, ikinci, üçüncü qablardan verilmiş qazlar keçirildikdə məhlulların elektrik keçiciliyi necə dəyişir? Əvvəla deyim ki, saf su elektrik cəryanı keçirmir. Hələ ki keçirmir. Məsələn, birinci qabda NO duz əmələ gətirməyən oksiddir. NO onsuz da suda həll olunur. Burada heç nə dəyişmir. Yəni, əvvəl də keçirmirdi, yenə keçirmir. Çünki suda həll olunur axı, dəyişmir. İkinci qabda. İkinci qabda SO2. Süd dioksid suda həll olanda suyun özü keçirmir. Burada nə alır deyirik? Sulfit turşusu alır.
Sulfit turşusu təbii ki, orta qüvvətli turşudur. Elektriki keçirir. Su keçirmir. Amma sulfit turşusunun suda məhlul elektriki keçirir. Deməli, burada nə oldu? Artır. Üçüncü qabda kalsium hidroksid məhlulu var. Kalsium hidroksidin suda məhlulu, yəni qələvinin suda məhlul elektrik cəryanını keçirdir. Keçirir. Üzərinə karbon qazı gəldikdə nə alınır? Kalsium karbonat çöküntüsü və su. Bu da çöküntülər elektrik cəryanını keçirmir. Burada nə oldu deməli? Azalır. Deməli, birinci dəyişmir, ikinci artır, üçüncü azalır. B variantı. 48. Dissosyasiya dərəcəsi 80% olar. %80% olan. 2 molu dissosyasiya edərkən, yəni 2 molu suda həll olubdur, onun 80% dissosyasiyasıdır. Bildiniz? Yəni 2 mol birləşmənin 80% dissosyasiyasıdır. İki molun nədir? 80% dissosyasiyasıdır. Onda nə qədər dissosyasiyasıdır? 1.6 molu dissosyasiyasıdır. Yaxşı. 1.6 mol dissosyasiyasıdır. İndi yazaq. X, 2, Y, O, 4, N. Bunun dissosyasiyasından 2 kisiyonu, hə? Deyək ki, N. Sağ ol. Bir də N, Y, O4 iyonu. Məsələn, M. Belə deyək. 1.6 mol dissosyasiya edəndə nə qədər iyon ayrılır deyir qrafikdə? 8 mol iyon ayrılır. 8 mol iyon ayrılır. Elə mi? Bəs 1 mol dissosyasiya edəndə nə qədər iyon ayrılır? Bəli? 5 mol. 5 mol iyon ayrılır. Onda 5 mol iyon ayrılırsa, 5 molun neçəsi X-dir? 2'si. Bəli, 2 mol X-dirsə, buradan 5 molda. Qalanı isə nədir? Y, bəli. Yəni, əmsalları müəyyən edirik də. 3 molda, deməli 5 mola görə deyirik də, 3 molda Y, O4'dür. Bəli. Deməli, 1.6'ya görə də, məsələn, 1 mola 3 mol Y, O4'dürsə, 1.6'ya görə nə qədər olar? Anion budur, yəni. Bəli. 4 neçə? Onda 8. 4 onda 8 mol nədir? Y, O4 olacaqdır. Bunu soruşur. Cavab Y bəndi. Səhifə 198-51. Molekul qatları və həcmləri bərabərdir. Molekul qatları və həcmləri bərabərdirsə, onda mollar da bərabərdir. Natrium kloridinə gümüş bir nitratın molları da nədir? Bərabər. Birə-bir də yəni. Düzdür? Biri-bir nisbətidir. Alınan məhlulda iyonların molekul qatının üçün hansı münasibət doğrudur? Deməli, nə edirik? Reaksiya təni yazır.
Deməli, qısa yöntəmini yazır. Yəni, xlor, gümüş. Gümüş, klorit. Sökün. Bu iyonların sayı nədir? Azalır. Dəyişməyən əmsallar eynidir də, yəni. Dəyişməyən natrla nədir? Nitratdır. Onda belə çıxır ki, natrla nitratın qatığı bərabərdir burada. Bir də nədir? Xlorla gümüşün qatlığı bərabərdir. Amma xlorla gümüşün qatlığı bərabərdir. Amma bunlar kiçikdir. Nədən? Natrla nitrat iyonların qatlığına. Bildiniz? Belə. İndi burada hansı ola bilər? 1 və 3. Hə, təkcə 3. Bəli, sizə bəndə. Deməli, 53. 1 mol 2n, YM götürülür və o da dissosiasiya edəndə, yəni bu qrafikdə alınıbdır. İndi belədir. Burada hansı nisbətdə? Yəni 2n, YM. Əvvəlcə formulu tapılır. 2m, YM. Burada görürük ki, 0,4 mol qatlıq, 0,4 2 və 0,8 yəni Y. Hansı nisbətdə olacaq deməli? 1-in 2-yə nisbəti. Bəli. Onda bunun əmsalı 1-dir, bunun əmsalı isə 2-dir. Onda formul nə olurdu? Bura 1 yazır, bura 2 yazır. Yəni birinci formulu deyirik ki, 2y 2-dir. Və nə qədər dissosiasiya edilmiş olur belə də? Neçə molu dissosiasiya edir, əgər bu cürdürsə? Yəni 1 mola dedik ki, yəni 1 mol və 2 mol yəni dissosiasiya edib, düzdürmü? Bəs onda belə də nə qədər dissosiasiya edilmiş olur? Deməli, dissosiasiya edib 2y2 0,4 mol. Və buradan da dissosiasiya dərəcəsini tapın. Dissosiasiya dərəcəsi nəyə bərabərdir? 0,4 bölünsün nəyə? 1. O da nədir? 40%. 40% dissosiasiya edib, cavab D bəndidir. 55-ci sual. Alüminium sulfatının qatlığı. Alüminium sulfatının qatlığı veribdir 1,2 molyar. Və məhlulun həcmi də 600 ml. 0,6 litrdə yazmaq olar. 600 ml qalsın. İndi biz bunu nə etməliyik? Burada alüminium iyonun qatlığı nə qədərdir? 2 ondadır. 2 dəfən çoxdur deyirik. Bəli. Alüminium iyonun qatlığı 2,4-dür. Yaxşı. Deyək, neçə millilitre su əlavə etmək lazımdır ki? Məsələn, alüminiumun qatlığı 0,48 olsun. Alüminiumun qatlığı nə qədər olsun? 0,48. Onda ikinci məhlul nə qədər olar? 600. Üstəgəl 2. Düzdür. Deməli, su əlavə ediriksə, su parlandırırsa, burada yəni nədən istifadə edirik? S1V1 bərabər S2V2. Deməli, nə oldu burada?
2 onda 4. 2 onda 4. Hə? Vurulsun 600 bərabər 0,48. Deməli 600 üstəgəl 2. X nəyə bərabərdir? Bəli. 2400 mililitr. C bəndi. 56. Səhifə 198. Duzla suda tam disosiasiya etdikdə 5 mol kation, 9 mol anion əmələ gəlmişdir. Deməli, hər biri neçə mol olduğunu bilmirik. Birinə A mol deyək, birinə B mol deyək. Və bunlara disosiasiya edirik. Tam disosiasiya etdikdə, yəni disosiasiya dərəcəsi 100%. Deməli, amol dəmir yonu, amol nədir? Sulfat yonu. B mola da B mol alüminyum yonu, 3B mol klor yonu. Deməli, katyonlar və anionlar. Katyonlar deməli A üstəgəl B bərabərdir neçədir? 5 mol. Anionlar isə A üstəgəl 3B bərabərdir neçədir? 9 mol. Deməli, A ilə B-ni tapırıq. A 3, B isə neçə elədi? 2. Deməli, 2 mol dəmir yonu oldu. Dəmir yonu neçə mol oldu uşaqlar? 3 mol, hə? 3 mol dəmir yonu oldu. Və katyonlar deyirik də, düzülmə? Onda 2 mol da alüminyum yonu oldu. Elə deyil. Və burada deyir ki, tam çökülmə üçün sərf olunan kalium hidroksid. Şimdi dəmir 3 iyonu, daha doğrusu müsbət 2 iyonlu. Dəmir müsbət 2 iyonludur. Dəmir müsbət 2 iyonlu. Dəmir müsbət 2 iyonlu. Bir mol dəmir müsbət 2 iyonlu çökülmək üçün neçə mol kalium OH lazımdır? Neçə OH vardır? 2. 2 mol kalium OH lazımdır. Yəni dəmir 2 hidroksid çöküntüsü alası. 1'ə 2 moldur. 3'ə də nə oldu dedik? 6 mol. Nədir? 6 mol. Sonra alüminyum. Bəs 1 mol alüminyum iyonu çökülmək üçün neçə mol kalium hidroksid? 3 mol. 3 kalium hidroksid. Alüminyum hidroksid. Aha. 1'ə üstüsə, 2'yə də neçə elədi? 6 mol. Və bizdən nə soruşur? Cəmin soruşur, bəli. Cəmi nə qədər olar deməli? Toplayaraq, düzdür? 12 mol. 12 mol kalium hidroksid sərf olunar. Ha bəndə. 57-ci sual. Deməli, burada birincində, cədvəldə birinci deyək, birinci məhlul. Məhlulların həcmi eynidir. Məhlulların həcmi eynidir və qatlıqlar verilir. Birinci məhlulda, birincində X
birinci məhlul deməyək, elə birinci deyək də sadəcə. Birincində X iyonlu, X nitrat, N. Qatlığı 0.2'dir. Ve Y NO3M qatlığı ise 0.4'tür. Ve burada alınan məhlulda yani nitrat iyonunun qatlığı ise nedir? 0.8'dir. 8. Deməli, nə etməliyik burada? Nitratları yazır. Burada ne kadar nitrat iyonu vardır? Mesela birincində 0.2N. Değil mi? 0.2N diyək. İkincində 0.4M diyək. Və 0.3. Onda nə etməliyik? Məhlulların deməli duzların eyni həcmli məhlullar. Burada məhlullar, yəni bu iki məhlulların qatlıqları eynidir. Həcmləri eynidir. Eynidirsə, məsələn deyək ki, bunun da həcmi, yəni V1 bərabərdir V2-də, yəni məhlullar bərabərdir. Düzdür? Onda CH nəyə bərabər olur? CH nəyə bərabərdir? Nə deyirik? C1 üstəgəl C2 bölünsün 2 deyirik. Düzdür? Yəni buna əsasən 0.8 bərabərdir. 0.2N üstəgəl 0.4M bölünsün 2 deyirik. Və yaxud 1.6 bərabərdir. 0.2N üstəgəl 0. Buradan yazın. 1.6 bərabərdir. 0.2N üstəgəl 0.4M deyirik. İkincinə keçək. Deməli, İkincində X. N. Qatlıq 0.4. Elə birbaşa deyək də, burada C1 NO3, hə? Nə deyirik? 0.4 N deyirik. Sonra sıfırlandakı M. İkinci. Və alınan məhlul C3. 0.7. Burada da nə deyirik? Yəni C3 bərabərdir. C3 deyəndə yəni 0.7 elə birbaşa deyək. 0.7 bərabərdir. 0.4 N üstəgəl 0.2 M bölünsün 2. Yəni 1.4 bərabərdir. 0.4 N üstəgəl 0.2 M. Və sonra nədir? Sistem təyini yazır. Deməli yazır 0.2 N üstəgəl 0.4 M bərabərdir 1.6 0.4 N üstəgəl 0.2 M bərabərdir 1.4 və N və M-i tapır. N neçələrdir? N2, M 3. Bəli. Yaxşı. Və N və M-i soruşur. N2, M 3 oldu. Cavab Y. Səhifə 199-58. Deməli, burada veribdir ki, 30 mol natrium hidrosulfat dissosiasiyası veribdir.
İndi 30 mol natrium hidrosulfatın disosiasiya dərəcəsi birincində disosiasiya dərəcəsi 50%'dir. Yəni bu nə deməkdir? 30 mol natrium hidrosulfatın 50% disosiyasiyadır. 30 mol natrium hidrosulfatın deməli 50% disosiyasiyadır. Nə qədər disosiyasiyadır deməli? 15 mol disosiyasiyadır. Yaxşı. Şimdi bunun da 15 mol disosiyasiya etdikdə təbii ki 15 mol natrium iyonu məsələn bunu elə buradan da natrium da yazar. Rahat görsənsin. 15 mol hidrosulfat iyonu 15 molda natrium iyonu oldu. Bu belə. Getdi ikincinə. İkincində hidrosulfat. Bu da disosiyasiya edəndə hidrogen və SO4 sulfat iyonu. Və bunun da disosiyasiya dərəcəsi 40%'dir. Yəni neçə mol hidrosulfat alınmışdır burada? 15 mol. Yəni deyirik ki 15 mol hidrosulfat iyonunun 40%'i. 40%'i disosiyasiyadır. Yəni nə qədər disosiyasiyadır? Bəli, 6 molu disosiyasiyadır. Nə qədər qalıbdır? Bu da iyondur da, düzdürmü? Nə qədər qalıbdır uşaqlar? 6 mol disosiyasiya üçün nə qədər qalıbdır? 9 mol hidrosulfat nədir? Disosiyasiya qalıbdır. Yaxşı. İndi 9 molu qalıbdır. Nə edirik burada? Dedik ki 6 mol disosiyasiya edirik. 6 mol disosiyasiya edəndə deməli 6 mol hidrogen iyonu 6 mol nədir? Sulfat iyonu əmələ gəlir. İndi iyonların cəmi nə qədərdir? İndi baxaq, iyonların cəmi nə qədərdir? İyonların cəmi, uşaqlar, biz dedik ki, burada 15 mol natrium iyonu var. Bunu da götürürük. Düzdür? 15 mol natrium iyonu. Üstəgəl. Deməli, hidrosulfatın 15 mol idi. Onun 6 molu disosiyasiya elədi, 9 molu qaldı. Deməli, 9 molu var. Çünki 9 mol disosiyasiya eləmir. Sonra həmin 6 molu disosiyasiya edəndə 6 mol hidrogen iyonu və 6 mol da nədir? Sulfat iyonu olacaq. Cəm neçə elədi? Bəli? Deməli, cəmi 36 mol iyon. B bəndi. %73. Səhifə 200. Deməli, 200 ml 0,5 molyar natrium hidroksid. Birinci məhlul 200 ml-dir. 0,2 litr deyək. Və natrium hidroksid 0,5 molyar deyək. Deməli, əvvəlcə nə inəyək? Molu tapaq. Bunun molu nə qədərdir? Natrium hidroksid. S vurulsun B. Bəli. Yəni 0,1 mol. Sonra 300 ml. İkinci məhlul 300 ml. Yəni 0,3 litr. Və 0,5 molyar natrium klorid. Məhlulu xlor iyonunun molyar qatması var. Yaxşı, burada natrium klorid də neçə moldur deməli? C, B.
0,15 mol. Aslında yaxşı. İndi burada aslında bizə nə lazımdır uşaqlar? Heç o birlər yazmaq, ona yazmaq ehtiyac yoxdur. Bir dənə bunu yazsaydıq, bəs eləyəcəkdik aslında. Bunu yazsaydıq, bəs eləyərdik. Ya da məhlulları toplayardıq, sonra xlorun qatılığına görə yaza bilərdik. Yazdıq. Yox. Şimdi burada xlor iyonunun molu nə qədərdir? 0,15 moldur. Bu iki məhlul qarşılarında üçüncü məhlul nə qədər olur? Yəni 500 mililitre. Yəni V1 plus V2. Yəni o da 0,5 litre deyir. Hə, xlor iyonunun qatlığı 0,15 burası 0,5. O da 0,3 molyar. SF 275. Deyək ki, məhlulları qarışdırdıqdan sonra son məhlulda xlor iyonunun molyar qatını tapar. Necə eləyək burada? Məsələn, burada xlor iyonunun qatı nə qədər birincidə? 0,8. Burada xlor iyonunun qatı nə qədərdir? Bəli, 3 vuraq 0,2-yə nədir? 0,6 molyar. Alınan məhlul, deməli, üçüncü məhlulun həcmi nə qədərdir? Təbii ki, topluruq da. V1 plus V2. 0,2 litr. Alınan məhlulda xlor iyonunun qatlığı tap deyilir. Deməli, nə edəcək burada? S1 V1, S2 V2 bərabər S3 V2. Əslində, məhlulların həcmi eynidir. Eyni olsa, deməli, toplu 2-yə böləcək. Belə deyək də, toplu 2-yə böləcək. Ya da belə də yazaq. Yəni, 0,8 vurulsun 0,1 üstə gəldi. 0,6 vurulsun 0,1 bərabər nədir? S3 vurulsun 0,2. S3 nəyə bərabərdir? Xlor iyonunun qatları. 0,7. Belə. Deməli, səhifə 201-də 9-cu sual. Dəmir 3 hidroksid, üstə gələk xlorid turşusu. Dəmir 3 xlorid və su. Bunun iyon təni yazın. Tam iyon təni yazın. Yazaq. İyon təni. Dəmir hidroksid çöküntü olduqca iyonlara parçalanmış. Elə yazıq. Dəmir 3 hidroksid, üstə gəl 3H, üstə gəl 3 xlor. Və dəmir 3 xlor ilə su. Bəs qısa iyon tərniyi. Deməli, qısa iyon tərniyi. Xlorlar dəyişmir. Yazıq. Dəmir 3 hidroksid, üstə gəl 3 hidrogen. Və dəmir müsbət 3 və 3 mol su. İndi burada əmsalların cəmi nəyə bərabərdir? Bəli. 4'ü burada, 4'ü burada. Hə? 8. Ha bəndə. Səhifə 202-də 32. Mis 2 sulfat məhlulunun artıq miqdarda X maddəsi əlavə etdikdə iyonların sayının asılı qrafinin X-ə hansı maddə ola bilər? Yəni, mis 2 sulfat məhlulu. Mis 2 sulfat məhlulunda X-nə reaksiya daxil olanda bu cür qrafik alınsın. Yəni, belə çıxır ki, mis çöküntü vermiş mis iyonu. Amma sulfat çöküntü verir. Deməli, bu reaksiyada nə isə sulfatı çöküntü verir.
mis iyonu elə qalır. Yəni bu deməkdir. Hər hansı bir deyək ki, metal, sulfat və s. deyək ki, söküntü verir. Burada nə ola bilər? Aha. Deməli, baxırıq ki, hansı ola bilər? Yəni bu şəkildə. Bəli? Baryum klorid. Bəli. Burada baryum hidroksid də var, amma baryum hidroksid o mis hidroksid söküntü verər. Ona görə onu götürmək olmaz. Cavab Y bəndidir. İlk kez baryum kloriddir. Bəli, mis 2 sulfat baryum klorid ilə reaksiya daxil olur. Baryum sulfat çöküntü və mis 2 klorid alınır. Təbii ki, qısa iyon tənində görürük ki, nədir? Baryum üstəgəl sulfat. Baryum sulfat çöküntü əmələ gətirir. Sulfat iyonu azalır. Mis dəyişmir. G bəndi. Səhifə 203, 37. Həcm və molya qatlığı eynidirsə, deməli, molları da eynidir. Molları eyni. Quruşun 2 nitrat və natrium klorid. Molları eynidir. Reaksiya tamamilə gedərsə, məhlulda hansı iyon qalmaz? Yaxşı, quruşun 2 nitratla natrium kloridin reaksiyasını yazarıq. Və nə alaq deməli? Quruşun 2 klorid və natrium nitrat deyirik. Əmsalları yazırıq. Bu çöküntüdür. İndi burada 1 mol quruşun 2 nitrat və 2 mol natrium klorid. İndi molları bərabər götürsək, tam sərf olan hansı olar? Natrium klorid. Bəli, bu tam sərf olan. Deyək ki, 2 mola 2 mol. Yaxşı, burada deməli bu artıq qalar. Və bunun qısa iyon tənini yazırıq. Qısa iyon tənini yazanda nə yazırıq? Quruşun üstəgəl 2 klorid. Quruşun 2 klorid. Söküntü. İndi burada deməli uşaqlar, hansı iyon qalmaz? Təbii ki, dəyişməyən bildiniz ki, bunlar nitrat iyonu dəyişmir. Bunlar onsuz da qalır. Hansı qalmaz sizcə? Tam sərf olan xlor. Bəli, elə bəllidir ki, bu azalır. 1 mola 2 mol sərf olunur. Yəni bu qalmaz. Bu isə artıq qalar. Yəni cavab B-dir. Yalnız xlor iyonu. Səhifə 203, 40-cı sual. Birinci məhlulda duzların tam dissosiasiyasından əmələ gələn 14 mol. Yəni birincində 14 mol iyon var. İkinci məhlulda isə 15 mol iyon var. İkinci məhlulda 15 mol iyon var. Belədir, cəmi neçə mol iyon? 29 mol iyon. Bəli. Məhlullar qarışdırılır. Reaksiya axıra qədər gedir. Alınan məhlulda 25 mol iyon oldu. Alınan məhlulda
25 mol iyon oldu. Deməli, burada nə fikir verir? Nə qədər azaldı? 4 mol iyon azaldı. 4 mol, yəni 29 çarpı 25, bildiniz? 29 çarpı 25, 4 mol iyon azaldı. Və burada bunları bir-birinə qarşıtırsaq, hansı buzlar bir-birə reaksiya daxil olar? Barium kloridlə kalium sulfat. Çöküntü verir. Deməli yazırıq, barium klorid, kalium sulfat. Burada çöküntü verir. Və barium sulfat, çöküntü, kalium klorid. Budur. Qısa yon tənliyinə baxın. Nə yazırıq? Barium, üstəcəl, sulfat. Barium sulfat. İndi belə də, məsələn, 1-ə 1 də azalır da, düzdürmü? Neçə mol iyon azalır burada? Yox, cəmi. 2 mol. Düzdür? 2 mol iyon azalanda, deməli, 1 mol çöküntü alınır. 1 mol çöküntü alınır. Düzdür? Amma biz dedik ki, neçə mol iyon azalıbdır? 4 mol. 4 mol iyon azalanda, deməli, neçə mol çöküntü əmələ gəlir? 2 mol duz çökər deməli. Cavab B bəndi. Səhifə 242. 2 mol kalium hidroksid. 2 mol mis 2 sulfat. 3 mol barium klorid. Yaxşı. Deyək ki, məhlulları qarşıdırıqda reaksiya axıra qədər gedirsə, hansı iyonlar məhlulda qalmaz? Məsələn, birinci nəyə yaza bilər uşaqlar? Məsələn, kalium hidroksidlə nə reaksiya daxil olar? Mis 2 sulfat. Bəli, birinci bunu yazaq. Mis 2 sulfat üstəcəl kalium hidroksid. Və burada nə deyirik? Mis 2 hidroksid, çöküntü və kalium sulfat. Əmsallar yazılır. Bura belə. Yaxşı. İndi burada 1 mola 2 mol daxil olur. Və bu çöküntüdür, məhlulda qalmaz. Amma burada isə diqqət edin. Burada kalium sulfat da alınır. Məhlulda bu da var. Neçə mol kalium sulfat alındı? 1 mol. Və bunun qısa yon tənliyinə baxsa, burada artıq qalan hansıdır sizcə? 2 mol kalium OH, 2 mol mis 2 sulfat. Mis 2 sulfat nədir? Artıq qaldı. Və bu reaksiyada deməli artıq qaldı, yaxud da belə yaza bilərik. Artıq qaldı elə sözün əvəzinə. Yazarıq ki, məhlulda, burada birincində, məhlulda hansı maddələr qaldı? Məhlulda qaldı 1 mol mis 2 sulfat. Bəli. Bir də kalium sulfat. 1 mol kalium sulfat. Bəli. Qısa yon tənliyi yazılır. Mis üstəcəl OH. Mis 2 hidroksid. Şimdi burada hansı yon qalmaz? Hidroksid. Bu tam sərf oldu. Çünki 1 mola 2 mol getdi. Bu tam sərf oldu. Bu qalmaz. Amma mis hələ var. Aydındır? Mis qalır. İkinci mərhələyə keçirik. İkinci mərhələdə mis 2 sulfat, deməli mis 2 sulfat, bir də kalium sulfat da var. Hər ikisi nə ilə daxil olur? Barium kloridlə daxil olacaq.
Bəli. Məsələn, bir kalium sulfat da barium kloritə daxil olar. Və burada nə anlar deyirik? Barium SO4, çöküntü, bir də kalium klorid. Düzdür? Deməli, deməli, bu çöküntüdür. Bu heç. Məhlulda bu oldu. 2 mol oldu. Məhlulda. Yaxşı, indi bunu heç yazmasaq da olardı. Burada, deməli, deyirik ki, kalium sulfat 1 mola, 1 mol daxil olur. Bu da hansı artıq qalır hələ ki bu prosesdə? Barium klorid. Bəli. Deməli, hələ ki artıq qaldı. Yəni, bu reaksiyadan belə deyək də, qısa yön təhlilini yazsaq. Barium klorid artıq qaldı. Artıq qaldı. 2 mol barium klorid, 2 mol artıq qaldı. Çünki 3 mol idi, 1 molu getdi. Kalium sulfat qalmadı. Bu getdi. Düzdür? İndi keçirik sonra həmin barium klorid yenidən mis 2 sulfatla reaksiya daxil olur. Düzdür? Yenə yazırıq. Düzdür, burada yazaq istəyirsiniz barium üstəcə sulfat. Yəni təbii ki, burada reaksiyon təhlili budur. Yenə mis, artıq qalan mis 2 sulfat, yenə barium kloridlə reaksiya daxil olur. Və nə alır deməli? Barium sulfat, yenə çöküntü və mis 2 klorid. Təbii ki, məhlulda bu olacaq. Və mis 2 sulfat nə qədər qalmışdı məhlulda? 1 mol. 1 mola 1 mol barium klorid. Və bu çöküntüdür qalmış. Burada artıq qalan oldu mu uşaqlar? Yenə artıq qaldı. Yenə də artıq qaldı barium klorid. Nə qədər? 1 mol. Aha. Məhlulda hansı iyonlar qalmaz? SO4-də tam getdi də, Bir də OH. Deməli, məhlulda qalmaz. Bəli. Barium iyonu qaldı da, çünki hələ də duzu artıq qaldı. OH iyonu, bir də SO4 iyonu qalmaz deyirik. 42-də hansı oldu? 2 və 4. Belə.